Texnika Bank ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun həbs edildiyi bildirilir. Yenavaz.com xəbər verir ki, bu barədə Qafqaz Info məlumat yayıb. Bildirilib ki, keçmiş bankir oğlu bu dəfə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunur. Stat: Polisin apardığı istintaqla İslam Yusifovla əlbir olan İlham Abbasov da cinayət məsuliyyətinə cəlb edilib. Amma o həbs edilməyib. İslam Yusifov və İlham Abbasovun ikisinə də xüsusilə külli miqdarda dələduzluq ittihamı verilib. Zərərçəkənlərə dəymiş ziyan ödənilməsə, onları 14 ilə kimi həbs gözləyir. Bu, İslam Yusifovun ikinci eyni tipli ağır cinayət olduğundan ağırlaşdırıcı hal hesab olunur. Qeyd edək ki, Texnika Bank ASC-nin Bakı filialının rəhbəri olmuş Zal Yusifov 2010-cu ildə 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində, oğlu İslam Yusifov isə eyni iş üzrə dələduzluq epizodunda iştirakçı kimi təqsirli biliniblər. Zal Yusifov həmin vaxt 15 il, oğlu İslam Yusifov isə 8 il azadlıqdan məhrum edilib. Onların milyonlarla manatlıq əmlaki müsadirə edilib. 5 il sonra isə İslam Yusifov, illər sonra isə atası Zal Yusifov azadlığa buraxılıb.